Bura moroq koludur, qırmızı moroq, malina dediyimiz. Onun haqqında da məlumat verəcək. Əvvəlcə işin rəsmi tərəfinə gedəcək, sonra ləzzətli tərəfindən danışarıq. Bu gün Biogardendəyik, çünki burada turizm tələbələri var. Mingəçevir Turizm Kollecinin tələbələri, fərqli ixtisaslarda oxuyan uşaqlar burada praktika keçirirlər. Fevral ayından indiyə kimi. Bu gün də onların imtahanı idi. Biz də gəldik ki, bu müdafiə deyək də son axırda yekun təqdimatlarında iştirak edək, bal verək uşaqlara. Bu işin rəsmi tərəfidir. Uşaqların hamısına da uğurlar arzulayırıq. Hamıya da yüksək ballar verdik belə. Yəni biz vermədik, yaş çıxmır. Biz vermədik. Biləklərin haqqı ilə əziyyət çəkib alıblar balları. İndi bura malinadır, moruqdur. Üstündəki də böyrütkəndir. Fındıq bağının içərisində bunlar yanılmıramsa 5-in 8-ə əkilmiş fındıqlardır. Bunun içərisində ortada yer ziyan olmasın deyə, yəni agroturizmdə Etibar müəllim deyir həmişə ki, hər kvadrat metr torpağı belə istifadə edirik. Ortaya üzümdür, malinadır, böyrtkən əkiblər. Bunların yanında da yerdə indi görsənmir şey var. Neydi o? Zəfəran. Zəfəran var bunların arasında da. Bu yaxın 15-20 gün hələ də malina var. Bu arada o giriş tərəfdə görsənir 2 dənə sıra, hamı da oradan yeyir. 10 dənə belə sıra var. Fındıqlığın içinə hərəkət eləsiz görəsiniz. Bu tərəfdə çox adam bilmir deyə elə oradan əlinə keçsə yeyir. Bu tərəflər meyvə ilə doludur. Almaq da olur. Almaq istəyənlər də əvvəldən deyirsiniz, siz gələn kimi yığırlar ya da özünüz gəlib yığa bilirsiniz, alırsınız. Amma yaxın, belə deyim də, iyul ayının ortasına kimi böyük ehtimalla bu olacaq. Bundan sonra da başqa meyvələr yetişəcək.